Salam, hər vaxtınız xeyir. Bugün sizə Xalq qəzetinin 8 iyul 2026-cı il tarixli nömrəsinin icmalını təqdim edirik. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib məlumatı dərc edilib. Daha sonra isə digər səhifələrdə yer alan yazıların anonsu verilib. Qəzetimizin ikinci səhifəsində isə rəsmi xəbərlər hissəsində Daxili İşlər Nazirliyi rəhbərinin lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Xarici İşlər Nazirliyində başlıqlı xəbərlər yer alıb. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanunu isə qəzetimizin 3, 4, 5, 6 və 7-ci səhifələrində yerləşdirilib. 8-ci səhifədə dərc edilən Azərbaycan Prezidentinin reytinqi sorğu nəticələrinin konseptual təhlili məqaləsində qeyd edilir ki, sorğuda Azərbaycan Prezidentinə bütün göstəricilər üzrə yüksək müsbət münasibətin bildirilməsi, aşkar ifadə edilməyən çoxlu sayda tarixi, psixoloji, sosial, siyasi, ideoloji, iqtisadi, mədəni və digər sferalar üzrə faktorların qarşılıqlı təsirlərinin nəticəsidir. Sinergetik baxımdan onların sırasında idarəedici faktorları, nizamlayıcı parametrləri, ümumilli maraqlara aid olan komponentləri və sabitlik faktorunu seçmək olar. Siyasətlə bağlı məqalələr isə qəzetimizin 9-cu səhifəsindədir. Bu səhifədə sülhdən sonraki mərhələnin hədəfi. Eyni zamanda Avropa İttifaqından Qafqaza baxış, Azərbaycan və Ermənistanın fərqi, nələr edilməli, nələr edilməməlidir sualının cavabı verilib. Qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Cənubi Qafqaz ölkələrinə, Azərbaycana, ardınca isə Ermənistana ötən həftə reallaşmış səfəri regionun həyatında son dərəcə mühüm hadisəyə çevrildi. Mövcud xüsusda bir sıra ekspert dairələrinin təmsilçiləri tərəfindən müxalif fikirlər səsləndirildi. Daha ətraflı tanış olmaq üçünsə qəzetimizin bu səhifəsinə nəzər sala bilərsiniz. Siyasətlə bağlı yazılarla davam edirik. 10-cu səhifəmizdə erməni müxaliflərin gecikmiş addımı məqaləsi yer alıb. Ermənistan Konstitusiya Məhkəməsi iyulun 4-də keçirdiyi iclasında 7 iyun parlament seçkilərinin nəticələrinin etibarsız hesab olunmasına dair müxalifətin müraciətlərini rədd etdi və Mərkəzi Seçki Komissiyasının seçkilərin yekunları ilə bağlı qərarını qüvvədə saxladı. Bundan sonra Konstitusiya Məhkəməsi səsvermənin nəticələrini mübahisələndirən siyasi qüvvələr sırasında yer alan iki müxalif blok, yəni Güclü Ermənistan və Ermənistan blokları deputat mandatlarını götürəcəklərini və mübarizəni parlamentdə davam etdirəcəklərini bəyan etdilər. 11-ci səhifədəki Qərbin hərbi alyansı üçün 70 trilyon məqaləsində yazılır. NATO-nun baş katibinin sözlərinə görə adətən əsas diqqət qələbə qolunun müəllifinə yönəlsə də, hər bir uğurun arxasında bütün komandanın əməyi dayanır. Hazırda NATO 77 illik tarixinin ən çətin sınaqlarından biri ilə üzləşir. Donald Trump'ın ABŞ alyansdan çıxarmaqla bağlı təhdidləri, ABŞ qoşunlarının Almaniyadan çıxarılması, Qrenlandiya ilə bağlı tələblər, Avropa NATO üzvlərinin İranda ABŞ hərbi kampaniyasını dəstəkləməkdən imtina etməsi, Rusiyanın yaratdığı təhlükə ilə bağlı fərqli qiymətləndirmələr, Ukraynaya dəstək məsələsində fikir ayrılıqları və müəyyən ölkələrin hərbi xərclər öhdəliklərini yerinə yetirməməsi blok daxilində etimadı sarsıdır. 12-ci səhifəmizdə iqtisadiyyatla bağlı yazılara ayrılıb. Türk dövlətlərinin ticarət dövriyyəsi 326 milyard dollar, Bakı-Tiflis sərnişin qatarında yerlər artırılıb. Azərbaycan-ABŞ növbəti iqtisadi əməkdaşlıq müzakirəsi, köhnə yataqların yeni həyatı, həmçinin Asiya İnkişaf Bankının regionda maliyyə idarə etməsindən dəstək proqramı məqalələri də burada yerləşdirilib. 13-cü səhifədəki cəmiyyət rubrikasında isə olduqca maraqlı bir yazı yerləşdirilib. Yaşıllıqlar üzərində qara kabus. Amerika ağ kəpənəyi bağlara, meşələrə divan tutur məqaləsində deyilir. Son günlər ölkənin müxtəlif bölgələrində, xüsusilə Bakı və Abşeron yarımadasında Amerika ağ kəpənəyinin sürətlə yayılması yenidən gündəmin əsas mövzularından birinə çevrilib. İlk baxışdan adi zərərverici kimi görünən bu həşərat əslində kənd təsərrüfatı, şəhər yaşıllıqları, meyvəçilik, ekoloji tarazlıq və hətta ərzaq bazarının sabitliyi üçün ciddi narahatlıq yaradan invaziv növlərdən hesab olunur. Kimyəvi mübarizənin necə aparılması ilə bağlı isə yazımızda tanış ola bilərsiniz. Bugünkü nömrəmizin 14-cü səhifəsində isə Unutsaq, unutlarıq rubrikasında xatirələrdə yaşayan ali təhsil xadimi məqaləsi dərc edilib. Unudulmaz pedaqoq, alim Natiq Yusifov ömrü boyu çalışdığı Azərbaycan Dillər Universitetində həm məsul vəzifələr sahibi, həm də bu ali təhsil ocağının mənəvi sütunlarından biri olub. Alim, ziyalı keyfiyyətləri ilə çoxsaylı professor, müəllim və tələbə heyətinin yaddaşında silinməz izlər qoyub.
O cümlədən qəzetimizin bu səhifəsində Çağdaş bədii sözün keşiyində Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib və Azal Türkiyənin Qars şəhərindən birbaşa uçuşlara başlayır məlumatları da yer alıb. 15-ci səhifədə isə diqqətinizi cəlb edəcək bir yazımız var. Futbol şahmatının İspaniya dərsi Cristiano Ronaldo'nun son uğursuz rəqsi məqaləsində yer alır. Dünyanın hər yerində qatı futbol azərkeşləri 2026-cı il Dünya Çempionatının 8-1 finalının mərhələsindəki bu maçı səbirsizliklə gözləyirdilər. Turnirin indiki mərhələsində bundan nüfuzlu qarşılaşma yox idi. Avropa çempionu və Mundialın ikinci favoriti İspaniya, Dünya Çempionatı iddiaçıları arasında 4-cü yerdə olan Millətlər Liqasının qalibi Portuqaliya ilə qarşılaşdı. Yeri gəlmişkən, Portuqaliya məhz İspaniya millisi üzərində qələbə sayəsində Millətlər Liqasını qazanmışdı. Son səhifəmizdəki idman xəbərləri hissəsində Skopyedə bir qızıl, 2 gümüş medal, xüsusi olimpiyaçıların dünya kuboku və Qubada güləş zalı yenilənib xəbərləri dərc edilib. Həmçinin son səhifəmiz hava haqqında məlumatla da yekunlaşdırır. Bugünlük isə çatdıracaqlarımız bu qədər idi.